Salam, hər vaxtınız xeyir. Ölçü vahidlərini izah eləyəcəm. Hansı ki, qarşımıza çıxır, bir ölçü vahidindən digərinə keçid, qarşılıq ölçü vahidləri, onlar üzərində əməllər. Bu tip misalları rahat əldə etmək üçün ilk öncə biz ölçü cədvəlini bilməliyik. Ölçü cədvəli də budur. Ən kiçik ölçü vahidi bu cədvəldə bitdir. Bitdən sağa doğru getdikcə ölçü vahidləri artır. Və ən böyük ölçü vahidi burada terabayt kimi göstərilib, amma bu bitə nəzərən ən böyüyüdür. Yəni bu cədvələ nəzərən ən böyüyüdür. Terabaytdan daha böyük ölçü vahidləri də var. Petabayt, eksabayt, yotabayt və bu kimi neçə-neçə böyük ölçü vahidləri var. Hər bir ölçü vahidi özündən əvvəlki gələn ölçü vahidindən oxun üzərində göstərilən ədəd dəfə böyükdür. Məsəl üçün, bayt bitdən 8 dəfə böyükdür. Bit də baytdan 8 dəfə kiçikdir. Megabayt kilobaytdan 1024 dəfə böyükdür. Kilobayt da megabaytdan 1024 dəfə kiçikdir. Bu cədvəldə yalnız bitlə bayt arasında 8 göstərilib, qalan ölçü vahidlərinin hamısında 1024 göstərilib. Ölçü vahidlərinin bir-birinə keçid zamanında iki sadə qayda var. Onları izah eləyəcəm. Çox rahat və yadda qalan qaydalardır. Birinci qayda B, K, V qaydası. Bu nədir? Yəni böyükdən kiçiyə keçəndə vur qaydasıdır. Böyük ölçü vahidinə, kiçik ölçü vahidinə keçəndə vururuq. Bunu ədədlər üzərində birinci elə izah eləyək ki, məntiqi bizə tam aydın olsun. Məsələn, 64 ədədini götürürəm. 64 ədədi özündən kiçik olan ədəddən, məsəl üçün 32-dən hansı yolla alınır? 2-yə vurma yolu ilə alınır. Böyük, kiçikdən vurma yolu ilə alınır. Sonra olsun 100 ədədi. 100 ədədi özündən kiçik olan 50 ədədindən hansı yolla alınır? Yenə vurma yolu ilə alınır. Böyük, kiçiyin vurulmasından alınır. Olsun belə 45 ədədi. Özündən kiçik olan 9 ədədindən hansı yolla alınır? Yenə vurma yolu ilə. Olsun kilobayt. Kilobayt. Dedik axı, hər ölçü vahidi özündən soldakı ölçü vahidindən böyükdür. Oxun üzərində göstərilən ədəd dəfə böyükdür. İndi kilobayt baytdan böyük ölçü vahididir. Baytdan necə alınır kilobayt? 1024-ə vuraraq alınır. İkinci qaydada K, B, B qaydasıdır. Kiçikdən böyüyə keçəndə böl qaydasıdır. Bu da o deməkdir ki, yəni kiçik böyüyün bölünməsindən alınır. Məsələn, 64-ü götürək elə. 64 özündən böyük olan ədəddən 128-dən hansı yolla alınır? 2-yə bölünmə yolu ilə alınır. Baxın, kiçik böyüyün bölünməsindən alındı. Olsun 100. Özündən böyük olan 500 ədədindən hansı yolla alınır? 5-ə bölünməklə alınır. Olsun 45. Özündən böyük olan 90 ədədindən hansı yolla alınır? 2-yə bölünməklə alınır. Bit kiçik ölçü vahididir. Solda yerləşən ölçü vahidi özündən sağda yerləşən ölçü vahidindən kiçik olur. Oxun üzərində göstərilən ədəd dəfə. İndi bit baytdan hansı yolla alınır? Baytı 8-ə bölərək alırıq. Budur BQV və QBB qaydalarının məntiqi. İndi misallar üzərində bunu daha da dərinləşdirə bilərik. Məsəl üçün, bizə verilə bilər. 3 megabayt neçə kilobaytdır? Birinci baxırıq, 3 olduğu kimi saxlayırıq.
Birinci baxırıq. Hansı ölçü vahidиndən hansına keçirik? Megabaytdan keçirəm kilobayta. Baxıram ölçü cədvəlimə. Megabayt kilobaytdan sağda yerləşir. Megabayt kilobaytdan sağda yerləşir. Deməli, böyükdən kiçiyə keçəcəm. Böyükdən kiçiyə keçmək üçün də B, Q, V qaydasından istifadə edəcəm. Deməli, 3-ü vuracam. Nəyə? Oxun üzərində göstərilən həmin bu ədədə. 1024-ə. 1024 megabaytın kilobaytdan neçə dəfə böyük olduğunu göstərir. 1024 dəfə böyük olduğunu göstərir. Ona görə 3-ü 1024-ə vurduq. 3072. Ölçü vahidini də mütləq yanında qeyd edirəm. Sonra 5 kilobayt neçə baytdır? Olsun. Neçə kilobaytdır? 5 olduğu kimi saxlayıram. Baxaq, bölürəm yoxsa vururam. Kilobaytdan gəlirəm. Neçə baytdır? Kilobaytdan gəlirəm bayta. Kilobayt baytdan sağda yerləşir. Sağda yerləşirsə, deməli böyükdür. Böyükdən gəlirəm deməli kiçiyə. B, Q, V qaydasından istifadə edəcəm. 5-i vuracam oxun üzərində. Bu baytla kilobayt arasında göstərilən oxun üzərində olan rəqəmə, ədədə. 1024-ə. 5120 bayt. Sonra başqa bir misal yazaq. 8-də 1 bayt neçə bitdir? 8-də 1 olduğu kimi saxlayıram. Baxıram birinci. Nədən nəyə keçirəm? Baytdan bitə keçirəm. Yenə, bayt sağdadır, bit solda. Deməli, bayt bitdən böyükdür. Neçə dəfə? 8 dəfə. Bu QV qaydasından istifadə edərək 8-də 1-i vuracam 8-ə. 8-də ixtisar gedəcək, qalacaq 1. 1 bit. Başqa bir misal. 1024 gigabayt neçə megabaytdır? 1024 olduğu kimi saxlayıram. Baxıram. Gigabaytdan megabayta gəlirəm. Tez ölçü cədvəlimə baxıram. Gigabayt sağdadır, megabayt solda. Deməli, sağdan sola gedirəm. Böyükdən kiçiyə gedirəm. B, Q, V qaydasına istifadə edəcəm. 1024-ü vuracam nəyə? Gigabaytla megabayt arasında olan ədədə. 1024-ə. 1024-də 1024-ə vuranda çox böyük rəqəm alınır. Elə ona görədir ki, həmişə 2-nin qüvvətlərinə istifadə eləmək əlverişli yol aparacaq bizi. 1024 2 üstü 10-dur. 2 üstü 10'u 2 üstü 10'a vuranda əsaslar olduğu kimi qalır. Qüvvət üstləri toplanır. 2 üstü 20. Deməli, 1024 gigabayt 2 üstü 20 megabayt imiş. Başqa cür misallar. Başqa misallar da yazaq. Yazaq belə. 8192 bit neçə kilobaytdır? Olsun belə. 8192-ni olduğu kimi saxlayıram. Baxıram nədən nəyə keçirəm. Bitdən kilobayta gedirəm. Kiçikdən böyüyə gedirəm. Q, B qaydasından istifadə edəcəm. Deməli, böləcəm. Kiçikdən böyüyə gedəndə böləcəm. Nəyə böləcəm? Kilobaytla bit arasında olan məsafəyə. Amma mən burada bitdən kilobayta birbaşa gəlmirəm. Bitdən kilobayta gəlmək üçün arada bir bayt dayanacağı var. Birinci bitdən bayta gəlirəm. Sonra da baytdan kilobayta gəlirəm. 2 addımdan ibarət olur mənim yolum. 2 dəfə böləcəm deməli. Bir dəfə böləcəm bitdən bayta gəlmək üçün olan bu 8-ə. Bir dəfə də böləcəm baytdan kilobayta gəlmək üçün olan bu 1024-ə. Bunlar ixtisar getdi. Burada qaldı 8.
1 kilobayt. Bu iki addımlıq yolu idi. Yenə iki addımlıq yolu yaza bilərik. Məsəl üçün 7 gigabayt neçə kilobaytdır? 7-ni olduğu kimi saxlayıram, baxıram. Gigabaytdan kilobayta gəlirəm. Gigabaytdan kilobayta. Birinci megabayta gəlməliyəm gigabaytdan. Megabaytdan da kilobayta gəlməliyəm. Yenə iki addımlıq yolum var. İki mərhələli yolum var. Böyükdən kiçiyə keçdiyim üçün B, K, V qaydasına istifadə edəcəm. Vuracam. Gigabaytdan megabayta gəlmək üçün olan bu 1024-ə vuracam. Birinci. Vurdum. Sonra yenə vuracam. Megabaytdan da kilobayta gəlmək üçün olan bu 1024-ə vuracam. Yenə vurdum. Bərabər olacaq. 7 vurulsun 2 üstü 10, vurulsun 2 üstü 10. 7 vurulsun 2 üstü 20. Belə. Misallarımız da bu qədər. Sağ olun. Hələlik.